Dostlar, hamıya salam. Sizinlə Nanulya SMR-dir. Xoş gəlmisiniz. Deməli, bu günləri bizdə pilmenidir. Doğamız, dayım qızı rayondan, kənddən qatıq gətirib. Çox dadlı bir dənə doğu olub. Və burada tərəvəzlərimiz. Gəlin başlayaq. Eyni zamanda burada smetandır məndə ortada. Və yağ etmişəm. Biraz qara istiotdan vuraq. Dəhşət acam. Gəlin biraz söhbət eləyək. Daha doğrusu yemək yeyək, sonra söhbət eləyək. Instagramda suallar veriblər. Bu günləri onları cavablayacağam. Daha çox suallar verin, daha maraqlı olsun. Nə maraqlıdırsa sizə hamısına cavab verəcəm. Gəlin ablaşka üçün nəsə eləyək. Başlayaq. Nənəmlə anam pilmeniləri özləri eləyirlər. O kadar dadlıdır. Əzizlərim, artıq 1000 takipçiyik. 1000 nəfər olduq. Cəmi 4 video əlavə eləmişim, təsəvvür eləyin. Artıq 1200-ü yardasa. Hər gün 300, 400, 200 adam maşallah gəlir. Biraz yedik. Burada sizin suallarınız. Gəlin başlayaq, gedim aşağı. Ən birinci sual. Səhifəni açmağa necə qərar verdiniz? Hamısına cavab verə bilməyəcəm, amma çalışacağım. Səhifəni açmağa imminən YouTube'da yəqin ki. Uşaqlar, əslində ilk dəfədən elə YouTube'da açmaq istirdim. Mən düzün deyəcəm. Sadəcə mən konkurensiyadan qorxdum. YouTube'da konkurensiya çox böyükdür. Çox insanlar mukbang çəkir. Çox insanlarda artıq böyük auditoriya var. Mən də fikirləşdim, artıq öz auditoriyasını yığan insanlar uca yığıblar. Yəni mənə çox çətin olacaq. Yəni sözün açığı mən nəyə lazımam? Ona görə qərar verdim ki, auditoriyanı başqa platformada yığım. Hardakı konkurensiya daha azdır hələ ki. O da oldu TikTok. Sonra ardınca bilirsiniz ki Instagram açmışam. Hələ bir neçə aydır, 4 ay falan. Və qərar verdim ki, artıq YouTube vaxtıdır. Məncə uca auditoriyam var. Az da olsa bəlkə də, yəni ən azından takipçilərim tərəfindən izlənirəm. Bilirəm ki, ümumiyyətlə bloqinq üçün 1 il azdır. Amma 1 il ərzində 50k auditoriya yığmışıq TikTokda. Demək olar, birazdan 50k olacaq inşallah. İkinci sual. Arzu Cavadova verir. Birinci sual en rəhimli. Salam, sizdə dodaq permanentdir. Hamı soruşur, ya dolğu, ya permanent. Heç biri deyil. Sadəcə mən karandaşdan istifadə edirəm və pomadadan, amma pomada məndə Nivea'dır, hamı yəqin ki bilir. Cherry. Karandaşla bütün dodağımı doldururam və sonra Nivea edirəm üstünə. Doğğa çox ləzzətli alınıb. Yenə də deyirəm, kənd məhsulları, rayon məhsulları yəni superdir. Yəni burada çıt tapmaq çox çətindir. Bu suala deyəsən cavab verdim sizə. Və Məmmədov. Bir crush'ınız var, yəni sevdiyiniz bir aktör. Heç birinə hazırlaşmamışam, heç birinə baxmamışam. Məndə heç vaxt belə olmayıb ki, suala görə çox sağ olun.
Məndə heç vaxt belə bir şey olmayıb ki, hansısa crush olsun. Həqiqətən tanımadığım bir insan. Crush mənə görə, yəni konkret sevirsən də həmən insanı. Aktyorluğunu bəyəndiyim türk seriallarının, üstəlik də görünüş cəhətdən mənə yaxın olan Çağatay var. Bilmirəm tanıyırsınız ya yox. Harda oynayır, hansı serialda? Şef Təkdə. Və o insanda həqiqətən oynamağı wow, çox gözəldir. Amma ki bir konkret belə crush, ölürəm, belə fanatıyam, bütün filmlərini izləyirəm, yox. SN. Arıqlayandan sonra münasibət haqqında danışıb. Bunu gələn videoda ətraflı danışacağım ayrıca. Siz nə üçün bu qədər şirin və gözəlsiniz? Çox sağ olun. Həqiqətən. Minnətdarım, heç nə deyə bilmərəm. Mama, papa, çox sağ olsun. Çox sağ olun. Bunu öz bağçalar sualı verib. Sonra doğrudan göründüyünüz kimi dünya aləm vecinizə deyil, elə göstərirsiniz. Mən hardasa demişəm ki, mənim dünya aləm vecimə deyil. Yoxsa mukbang çəkdiyim üçün avtomatik elə bir fikir sizdə yaranıb. Anlamadım. Siz məni həyatda tanımırsınız, hardan bilirsiniz? Bəzi insanlar o qədər konkret sual verirlər ki, amma siz məni tanımırsınız. Hardan bilirsiniz? Mənim dünya aləm vecimədir, vecimə deyil. Mənim xasiyyətimi, mənim düşüncəmi axıracan hardan bilirsiniz? Əmin olun ki, blogerlər icazə verdiyi qədərini siz onların haqqında bilirsiniz. Onlar 100% həyatını sizə danışmır. Əlbəttə, heç bir insan bunu eləməz. Ona görə əlbəttə ki, dünya aləm mənim vecimədir şükür. Sual buydursa bu qədər. Sizi sevirəm. Necə başladınız ASMR çəkməyə? Mən ASMR çəkməyə başlamışdım, çoxları bilir. Amma ki, ona görə də adım Nanul ASMR-dir. Amma sonra başa düşdüm ki, ASMR mənim deyil. Mən danışmaq istəyirəm. Mən öz auditoriyamdan söhbət eləmək istəyirəm. Mənə yeməyi və çeynəməyi və heç nə danışmamaq rahat deyil. Sadəcə həmişə istəyirdim. Ayka Emil'ni yəqin ki, hamınız tanıyırsınız. Onu izləmişəm. İlk vaxtlar o mukbang çəkirdi. O vaxtda mən də dedim ki, mən də istəyirəm. Ana mənim qoymadı. Mən universitetdə idim. Birinci kursdan ona dedi ki, get universiteti oxu. Sonra işləyərsən, nə istəyirsən eləyərsən. İşləməyə də insan başlayanda adama çətin olur. Heç cürə başlaya bilmirdim. Bir gün artıq yeni ildir. Tətildəyim. Gedirəm, işıq alıram, mikrofon alıram, deyirəm ki, mən çəkəcəm. Anam deyir, özün bilərsən. Çək. Mən də sənə yeməklər hazırlayacağım, çək. Belə də başladım. Salam, hansı universitet, hansı ixtisası bir dənə axıracam, baxın, Məmmədova yazıb. Ondan əvvəlki Rüstəmova vermişdi sualı. Salam, hansı universitetdə və hansı ixtisasda təhsil almısınız? Bunu Məmmədova verdi. Azərbaycan Texniki Universitetini bitirmişəm. Cihaz mühəndisliyi üzrə. Və Sabina Kol yazıb ki, çox gözəlsiniz, çox sağ olun. Və axırıncı sualımız Mutalimova. Здравствуйте. А какую страну больше всего хотели бы посетить? Xanım deyir ki, hansı ölkəyə daha çox getmək istəyərdiniz səyahətə?
Düzün deyim, İspaniya, Barcelona. Çox istəyirəm. Yəni gedəcəm də inşallah. Oranı, yəni mənə görə oranın ab-havası konkret mənimdir, yəni ona görə. Mənə elə gəlir bəlkə də. Qorxuram ki, məsəl üçün çoxları deyəcək Maldiv, Tayland yox. Okay, istəyərdim, amma ki o qədər də yəni belə deyil. Amma İspaniya, Barselona ən çox. Yəni birinci yerdə odur. Uşaqlar çox sağ olun ki, mənimlə idiniz. Mən çox şadam ki, mən YouTube-dayım. Həqiqətən çoxlarınız deyirsiniz ki, mənə YouTube yaraşır. Mən də elə hesab eləyirəm. Baxaq necə davam eləyəcəyik. Əgər bəyənirsinizsə, burada mənim əvvəlki videolarım olub, bəlkə baxmamısınız. Burada da takip atarsınız, mənim loqom olacaq. Sabaha dək əzizlərim. Dirim dim dim. Birim bim 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 bim. Çəkdim. Ha.